Bacı, Allah bərəkət versin. Biz buralarda gəzişirik, evlərə baş çəkirik, həm statistika aparırıq, həm də eyni zamanda yetimlər üçün, buradakı ehtiyaclı kasıblar üçün yardım toplayırıq. Xoş gəlmisiniz. Biz sizə sual vermək istəyirik. Siz burada necə yaşayırsınız? Yanınızda kim var, evə kim baxır, ailə başçısı buradadır, yoxsa necə? Yox, uşaqların atası xərçəng xəstəliyinə tutuldu və rəhmətə getdi. Allah rəhmət eləsin. Mənim 5 yetimim var, ikisi əvvəlki ərimdən də ondan boşanmışam. Uşaqlardan biri ürək xəstəsidir. Biri də Allahın ümidinə qalıb psixoloji problemləri var. Allah qorusun. Onlara sosial yardım düşür. İşıq yoxdur. Amma işıq xətti yuxarıdan keçir axı. Oradakı dirəkdən naqil çəkmişdik. Bir ay qabaq şirkətdən gəlib kəsdilər və salam. Yəqin qanunu olmadığı üçün. Hə də bizim adımıza deyil, hökumətin torpağıdır. Hə, deməli siz burada qanunsuz məskunlaşmısınız. Sizin deyil yəni. Yox, yox. Yəni hər an gəlib sizi buradan çıxara bilərlər. Elədir, amma uşaqlarım var, qoymuşam Allahın ümidinə. Allah işini rast gətirsin bacı. Evdə neçə nəfərsiz? Hamımız, hə. 7 uşaq, 8-ci də mən. Maşallah, yaxşı, bəs sizə kim baxır? Ancaq sosial yardım alıram. Bir də Yordaniya Yetimlər Cəmiyyətində qeydiyyatdan keçmişik. Balaca qızıma cəmi 25 dinar himayə pulu çıxıb. Yəni uşaqlardan ancaq birinin himayəçisi var. Vəssalam, bəs qalan 5-i, onların himayəçisi yoxdur. 4-ü yetimdir, ikisinin də atası sağdır, amma ondan heç bir xəbərimiz yoxdur, bizi tanımır. Yəni bu uşağın atası sağdır, bu balacaların atası ölür. Yəni indi cəmi neçə uşağın var? İndi 7 uşağım var. 7 uşaq, 8-cidə sən. Yəni cəmi bircə uşaq himayə olunur, o biriləri yox. Hə, bircə balaca qızımın himayəçisi var, qalan 4-ün yox. Yaxşı bacı, sənə belə bir sual vermək istəyirəm. İndi kimsə gəlib sizdən bir şey istəsə kömək eləyərsiniz? Nəsə verərsiniz, yoxsa yoxunuzdur? Əlbəttə istəsə gözlərimi də verərəm ona. Allah sənə bərəkət versin. Bax, yalan danışmıram, çünki mən insanların nə çəkdiyini görürəm. Allahın bu gününə min şükür. 1 dinarım var, onu da verərəm. Səni niyə anladım ki? Bax, 7 uşağın var, sənə deyirəm də. Nə qədər pulun var? 1 dinar. Biz bura yardım toplamağa gəlmişik, amma bu 1 dinar sənə lazımdır axı. Necə verə bilərsən onu? Sən nə bilirsən? Bəlkə Allah onun əvəzinə bizə 10 dinar yetirəcək. Bəlkə sabah Allah bizə bir ev yetirəcək. Heç kəs bilmir. Bunun qarşılığını qiyamət günü uşaqlarımla birgə Allahdan alacağıq. O 1 dinar yanındadır. Hə, vallahi yanımdadır. Sən ki bu soyuqda çölə çıxıb ehtiyacı olanlar üçün pul yığırsan, əlbəttə verərəm. Bizim burada heç olmasa bir daxmamız var, amma elələri var ki, heç o da yoxdur onlarda. Yaxşı, o dinarı verə bilərsən mənə? Əlbəttə bircə dəqiqə. Sən razısan ki, anan mənə o dinarı versin? Buyur, al. Valla ürəkdən verirəm, valla billah. Kim alırsa ona xeyirli uğurlu olsun. Əminsən? Hə, valla kim olursa olsun ürəkdən verirəm. Allah sənə də qismət eləsin. Bizim kimlərə verdiyinin 10 əvəzini sənə versin. Yaxşı, qulaq as, bir şey deyim. Sən mənə 1 dinar verdin də, düzdür? Hə, düzdür. İndi qoy sənə bir kağız verim. Mən heç bilmirəm siz bu soyuğa burada necə dözürsünüz. Gəl içəri bax, gör tavan necə damcılayır başımıza. Qızdırıcınız var. Elektrikimiz olanda qızdırıcımız var idi, amma sonra naqili kəsdilər, indi heç nə yoxdur. Qızdırıcı yoxdur. Ev yox, inşallah olar. İnşallah. Bizim qaz qızdırıcımız da var, amma bilirsən də indi qaz nə qədər bahadır. Yəni siz indi hal-hazırda qızdırıcısız qalmısınız. Yox, evi yoxdur. Hər şeyə görə çox şükür. Mən dinarı götürdüm axı, hə? Canın sağ olsun, narahat olma vallahi. Allah hamımızın qapısını açsın. Yaxşı, Lətifə xanımdır, hə? Düzdür, adını düz bilirəm. Yaxşı, Lətifə xanım, sən mənə 1 dinar verdin. Bu da sənin dinarların. Yox, sən zarafat eləyirsən? Valla billah zarafat eləmirəm, al özün bax. Yox, sən zarafat eləyirsən. Valla zarafat eləmirəm. Maşallah. Yəni biz indi gedib işığı suyu olan bir ev kirayə edə biləcəyik. Yoxsa çox yorulmuşuq, nə işıq var, nə də su. Yaxşı, bəs sənin adın nədir? Dana. Dana, bax, bu dinar sənindir, buyur. Bunu anam mənə vermişdi, mən də sənə verirəm. Lətifə xanım, Allah səni qorusun, bu Danadır, hə? Hə, odur. Biz sənin 5 uşağının hamısını himayəmizə götürürük. Yox, vallah. Yetimlik yardımı və hər ay xərclikləri veriləcək. 18 yaşlarına qədər heç nəyə ehtiyacları olmayacaq. Allaha həmd olsun. Hə, bu Allahın tövfiqidir. Allah səndən razı olsun, yolunu açsın. İnşallah bu aydan başlayacaq. Bütün çətinliklərini həll etsin, necə ki mənim dərdimə dərman oldun. İndi bunlar bizimdir. İndi biz bununla normal kirayə ev tuta biləcəyik. Kirayə ev tutmaq istəyirsən. Hə, bircə işıq olsun, tavanı dammasın. Gəl gör burada siçanlar nə gəzir. Bu sizin köçəcəyiniz yeni evin açarıdır. Yox, sən Allah zarafat edirsən. Yox, zarafat deyil. Bax, xahiş edirəm, məndə şəkər var, təzyiqim də yüksəkdir, həm də insult keçirmişəm. Mənimlə
oynama, narahat olma. Məndə kəskin depressiya var, mən 4 ildir psixiatrik müalicə alıram. Yaxşı, bunlardan sonra inşallah həkimə gedəcəksən, hər şey yoluna düşəcək inşallah. Buyur, bu evin açarıdır. Bizim evimiz oldu. Bəli, bu ev sizindir, buyur. Harda? Seçdiyimiz bir yerdə, valla dəqiq ünvanı bilmirəm. Mən orada uşaqlarımla qala biləcəyəm. Heç kim bizi oradan çıxarmayacaq. Vallahi heç kim sizi oradan çıxarmayacaq. İşığı, suyu var, hər şeyi var. Orada sıçan filan yoxdur ki. Bu sabah bir sıçan gördüm, uşaqların çörəyini yeyirdi. Yəni Allah eşqinə əsəblərimlə oynamayın. Vallahi əsəblərimlə oynamıram. Buyur, bu sizin evinizdir və uşaqlarınız da inşallah himayəyə götürüldü. Bizim həmişə dediyimiz kimi insanlar bir-biri üçündür. Heç kim bizi qovmayacaq, vallahi heç kim sizi qovmayacaq, heç kim sizə mane olmayacaq. Bəs kirayəsi? Hamısı ödənilib inşallah. Zarafat edirsiniz. Vallahi zarafat etmirəm. Vallahi bunlar xəstədirlər, bu qızın ürək problemi var, bunun öyrənmə çətinliyi var, vallahi böyük oğlumun psixoloji problemi var. Şikayət etmirəm, ancaq Allaha dua edirəm. Mənə axırda dedilər ki, uşaqları atalarının ailəsinə ver, gəl özün bizimlə yaşa. Dedim, mən bu uşaqları necə verim? Bunlar hələ çox balacadılar. Ataları öləndə 2-3 yaşları var idi. Haraya gedim? Dedilər, ya uşaqları ver, ya da ərə get. Dedim, ərə gedərəm. Birinə ərə getdim, o da qaçıb getdi. Qoyub qaçdı, hər şeydə bir xeyir var. Amma sizə hər şeyi danışmağa utanıram. İçəridə hələ balaca körpələrim də var. Amma o adam qaçanda biz qapını bağladıq və hər şey bitdi. Baxın oğluma, başında təxminən 35 tikiş qoyulub. Bir müddət əvvəl olub. Əgər mən səhərə qədər onunla xəstəxanada qalmasaydım, heç kim ona baxmazdı. Hamısı ilə maraqlanacaqlar, sizi xəstəxanaya aparacaqlar. Kimin müayinəyə, kimin müalicə ehtiyacı varsa edəcəklər. Bəs bu ev üçün bizdən kirayə, işıq pulu, su pulu falan almayacaqsınız? Mən sənə izah etdim də, siz bizim himayə götürdüyümüz ilk ailəsiz. Allah onları qorusun. 18 yaşlarına qədər bu belə olacaq. İnşallah böyüyüb işləyərlər. Bəli, sənə baxmaq üçün. İnsanlar bir-biri üçündür. Sizə bir söz deyim, bir dostum mənə demişdi ki, özünü başqalarının duasında axtar. Bizim tək istədiyimiz sizin duanızdır.